Salamlar. Bugün sizə qeyri-iş saatlarında daxil olan müraciətlərə necə avtomatik mesaj göndərmək lazımdır, onu göstərəcəm. İlkin olaraq daxil oluruq chatbot bölməsinə. Burada bizim hazırda chatbotumuz var. Bura klik edirik və görürsünüz ki, burada plus işarəsi var. Buraya gəldikdən sonra yazırıq business hours. Save edirik və gəlirik business hours hissəsinə. Burada gördüyünüz kimi business hours düyməsi var. Bu bloku sıxıb gətiririk bu hissəyə və bizə uyğun olan biznes saatlarını seçim edirik. Bu bizim hazırda iş saatlarımızdır və next-ə klik edirik. Message blokunu klik edib sıxıb gətiririk bura və teksti də həmçinin yazırıq ki, müraciətiniz üçün təşəkkür edirik. Operatorumuz ən qısa zamanda sizinlə əlaqə saxlayacaq. Bunu yazdıqdan sonra biz artıq istəyirik ki, müraciətimiz yönləndirilsin birbaşa bizim operatora. Ona görə action blokunu sıxıb gətiririk bura, handover to agent blokunu sıxıb gətiririk və buradan istəsək agentə birbaşa yönləndirə bilərik, istəsək də bizim foldera, yəni komandaya yönləndirə bilərik. Burada mən istəyirəm yönləndirim team bölməsinə və else hissəsinə klik edirik. Burada isə hazırda bizim iş saatlarımız 9-dan 6-ya qədərdir həftə içi. Amma biz bu saatların xaricində, yəni qeyri-iş saatlarında daxil olan müraciətlərə necə avtomatik mesaj göndərmək lazımdır, onu edək. Yenə həmişəki qaydada message blokunu sıxıb gətiririk, text mesajını sıxıb gətiririk və yazırıq. Salam. Müraciət edin. Bunu yazdıqdan sonra artıq qeyri-iş saatlarında qarşı tərəfə bu mesaj gedəcək. Və həmişə mesajı yazdıqdan sonra, chatbotda düzəliş etdikdən sonra mütləq və mütləq sağ tərəfdə publish knopkasına klik etmək lazımdır.